Elə bilirdilər ki, İmam nauzubillah nəyəsə şişirdir, nəyəsə böyük göstərir, Muaviyə o qədər də təhlükəli deyil, Yezid bu qədər də pis deyil. Elə başa düşürdülər bəziləri. Elə bilirlər ki, imamın bundan şəxsi ədavəti var. O şəxslər Yezid Mədinəni 3 gün öz əskərləri üçün halal eləyəndə İmam Hüseyin ağanın sözünü başa düşdülər. Bu nəymiş? Bu nə qədər cinayətkar, vəhşi təbiətə malik olan bir insan imiş. Mədinə şəhərini, Peyğəmbərin dəfn olunduğu, Peyğəmbərin yaşadığı bir şəhərin qadın kişisini öz əskərlərinə halal eləyəsən. Baxın, amma bu insanlar əvvəl imam danışanda, bunlar deyəndə elə bilirdilər ki, imam nəyəsə böyük göstərir. Bəsirətsizlik.